Novruz bayramının ən qədim adətlərindən biri də yumurta boyamaqdır. Yumurtanın nə rəngə boyanması isə fəsillərdən xəbər verir. Qırmızı rəngə boyanan yumurta yayı, göy yaşıl yazı, sarı payızı, heç rənglənməmiş yumurta isə qışı təmsil edir. Əvvəllər ilaxır çərşənbələrdə və Novruz bayramında yumurtalar müxtəlif üsullarla müəyyən rənglərə boyanardı. Məsələn, soğan qabığı, göyərti və ya çuğundurla. Son illər isə dəb dəyişib. Yumurtalar daha müasir üsullarla rənglənir, boyanır və ya hazır yapışqanlı naxışlarla bəzədilir. 6 ildir dizayn işləri ilə məşğul olan Nərmin Hidayətli deyir ki, hətta fərqli animasiya personajları öz illüstrasiyalarının əks olunduğu yumurtaları sifariş edənlər də var. Hər kəs süfrəsində istəyir ki, rəngli bəzəkli yumurtalar olsun. Ən çox üstünlük də əlbəttə ki, milli dizayn olsun, narlardan, milli Tıq-tıq xanım olsun, milli bəy, milli xanım. Bu illüstrasiyalara daha çox üstünlük verilir. Ən az alan minimalistik olmasıdır. Ən çətini, misal üçün, portretdir. Elə insan var ki, uşaqların və yaxud kiməsə hədiyyə verirsə və yaxud ailə üzvlərinin mini portretini istəyir. O da illüstrasiya formasında hazırlanır. O, hardasa 1 saat, 2 saat çəkə bilir şəklinin özünə asılı olaraq. Milli illüstrasiyalar var. Onlar hardasa 20 dəqiqə, yarım saat vaxt alır bir ədədi. Fərqli görünüşlü bu bayram yumurtaları ilk baxışda insanın diqqətini çəkir. Yumurtanın üzərində hər bir detalın işlənməsi çətin olsa da zövqlüdür. Proses isə bir neçə mərhələdən ibarətdir. Yumurta əlbəttə ki, ilk növbədə qaynadılır, soyudulur, isti formada boyanmır. Soyudulduqdan sonra onların bazalı rənglərini hazırlayırıq. Yəni, hansı rənglərini necə lazımdırsa, birinci olaraq hazırlayıb qoyuruq. Belə özümüzdən qablar qoşmuşuq. Bunların üzərində rahat şəkildə otururlar. Quruduqdan sonra rəsm üzərində qurulur. Rəsmlər qurulandan sonra rəng boya keçirik. Uşaqlara sevgi, diqqət çox olduğundan olan rənglərinə görə mavidir, oğlanlarda mavinin tonlarıdır. Qızlar üçün də çəhrayıdır, çəhrayın tonlarıdır. Ən çox da loqolarda olanda ağ rəng üstünlük verilir. Bayram yumurtalarını fərqli aksesuarlarla bəzəyənlər də var. Bəzədilən yumurtaların qiymətləri isə sifariş olunan illüstrasiyaların mürəkkəbliyindən asılı olaraq dəyişir. Belə ki, əgər sadə sifarişdirsə, məbləğ 5 manatdan, yox, daha çətin portretlərdirsə 10 manatdan başlayır. Salatin Pirmuradova, Novruz Kazımov, Telesər.